Salam əziz şagirdlər. Növbəti video dərsimiz limit. Fx funksiyasının təyin oblasından götürülmüş və x0-a yığılan istənilən x1, x2, x3, xn ardıcıllığına uyğun funksiyanın fx1, fx2, fxn ardıcıllığı eyni bir a ədədinə yığılırsa, onda a ədədinə x yaxınlaşır 0 olduqda fx funksiyasının limiti deyilir və belə işarə olunur. Limit x yaxınlaşır x0-a, fx bərabərdir a-ya. Gəlin bir neçə nümunə göstərək. Məsələn, limit x yaxınlaşır 2-yə, 3x toplanılsın 2 bölünsün x çıx 1. Bu zaman uşaqlar aparıb qiyməti funksiyanın limitində yerinə qoyub hesablayırıq. Olacaqdır 3 vur 2, 6, 6 üstə gəl 2, 8, 2 çıx 1, 1. 8 böl 1 də bərabərdir 1-ə. Yəni, x yaxınlaşdığı ədədi funksiyanın özündə yerinə qoyaraq hesablayırıq. Başqa bir nümunəyə baxaq. Limit x yaxınlaşır -1-ə, x-in kvadratı üstə gəlinsin 5x çıxılsın 4. Bərabərdir. Aparıb -1-i funksiyada yerinə qoyuruq. -1-in kvadratı 1, çıxılsın 5, -4, -4 çıx 4 də bərabərdir -8-ə. Daha sonra limitin xassələrindən danışaq. Birinci xassəmiz odur ki, limit x yaxınlaşır x0-a, s vurulsun fx. Bu sabiti istədiyimiz zaman limitdən çölə çıxarda bilərik. S vurulsun limit x yaxınlaşır x0-a, fx və yaxud da cəmin, fərqin limitini taparkən ayrı-ayrılıqda onları parçalayıb daha sonra limitlərini tapa bilərik. Yəni, limit x yaxınlaşır x0-a, fx plus minus limit x yaxınlaşır x0-a, jx və yaxud da nisbətində limitini tapdığımız zaman, hasilində limitini tapdığımız zaman ayrı-ayrılıqda parçalayıb tapa bilərik. Bərabərdir limit x yaxınlaşır x0-a, fx bölünsün limit vurulsun, burada vurmadı, limit x yaxınlaşır x0-a, jx və yaxud da üstü qüvvət olduğu zaman x yaxınlaşır x0-a, a üstü fx şəklindədir, üstü qüvvət şəklindədirsə, a-nın üstündə limit x yaxınlaşır x0-a, fx formasında yaza bilərik. İndi danışaq limitin müəyyənlik hallarından. Birinci, bərabərdir limit n yaxınlaşır 0-a, a bölünsün n bərabərdir sonsuzluğa. 2. Limit n yaxınlaşır sonsuzluğa, a vurulsun n bərabərdir sonsuzluğa. Daha sonra 3-cü limit n yaxınlaşır 0-a, sonsuzluğa, a bölünsün n bərabərdir 0-a və yaxud da sonsuzluq üstə gəlinsin sonsuzluq bərabərdir sonsuzluğa. Bunlar limitin müəyyənlik hallarıdır. Gəlin bir nümunələr göstərək. Məsələn, limit n yaxınlaşır sonsuzluğa 5 üstə gəlinsin 3 böl n. Deməli, bu ifadədə sonsuzluğu aparıb yerinə qoysaq, olacaq 3 böl sonsuzluq. 3 böl sonsuzluq bizə 0 verir, getdi 0-a. 5 üstə gəl 0 da bərabərdir 5-ə. Daha sonra limit n yaxınlaşır sonsuzluğa 3 n kvadratı üstə gəlinsin 2n üstə gəlinsin 5. Sonsuzluğu aparıb yerinə qoysaq, sonsuzluğun kvadratı sonsuzluq, 2 vur sonsuzluq, sonsuzluq, üstə gəl 5. O da verəcək bizə sonsuzluğu. Gəlin danışaq limitin qeyri-müəyyənlik hallarına. Birincisi 0 böl 0 halıdır. Əgər 0 böl 0 halı ilə rastlaşmışıqsa, o zaman surətin və məxrəcin ayrı-ayrılıqda törəməsini tapıb, daha sonra aparıb qiyməti yerinə qoyuruq. Buna L'Hopital qaydası da deyilir. L'Hopital qaydası. Məsələn, nümunə göstərək. Limit x yaxınlaşır 2-yə, x-in kvadratı üstə gəl 4x çıx 12 bölünsün x-in kvadratı çıxılsın 4.
Aparıb 2-ni yerinə qoyduğumuz zaman 2-nin kvadratı 4, 4 üstə gəl 4 vur 2, 8, 12, 12 çıx 12, 0. Həmçinin aşağıda da 0. O zaman nə edəcəyik? Surətin ayrı, məxrəcin ayrı törəməsini tapırıq. X kvadratı çıxılsın 4-ün törəməsi 2x-a bərabərdir. Yuxarının törəməsi 2x üstə gəl 4-ə bərabərdir. 2-ni aparıb yerinə qoysaq, o da olacaqdır. Limit x yaxınlaşır 2-yə. 2 vur 2, 4. 4 topla 4, 8. 2 vur 2, 4. 8 böl 4 də bərabərdir 2-yə. Limit x yaxınlaşır pi-yə. 6 sinus x bölünsün 2 pi çıxılsın 2x-a. Sinus pi də 0 alır. Surətimiz 0. 2 pi çıxılsın 2 pi, o da 0-a. Deməli, surətin və məxrəcin ayrı-ayrılıqda törəməsini tapırıq. 2 pi-nin törəməsi 0-dır. Mənfi 2x-in törəməsi isə mənfi 2-yə. 6 ilə işimiz yoxdur, olduğu kimi qalır. Sinusun törəməsi də kosinus x-ə bərabərdir. Aparıb yerinə pi-ni qoysaq, limit x yaxınlaşır pi-yə, mənfi 2 məxrəcdə 6 vurulsun kosinus pi. Kosinus pi də alır mənfi 1, mənfi 6 bölünsün mənfi 2, o da bərabərdir müsbət 3-ə. Deməli, sonsuz 0 bölünsün 0 halında nə edirik? Surətin və məxrəcin ayrı-ayrılıqda törəməsini tapıb, daha sonra isə yaxınlaşdığı ədədi yerinə qoyub hesablayırıq. İkinci halımız sonsuzluq bölünsün sonsuzluq halıdır. Bu hala aid olan misalları işləyərkən, deməli, ən yüksək dərəcəyə malik dəyişənin qüvvətinə bölmək lazımdır. Məsələn, 1 üstə gəl 2n topla 5n kvadratı bölünsün n-in kvadratı üstə gəl 3n toplanılsın 1. Burada uşaqlar ən yüksək dərəcəmiz nədir? N kvadratıdır. Buradakı ifadənin hər birini n kvadratına böləcəyik. Limit n yaxınlaşır sonsuzluğa. 1 bölünsün n kvadratı, 2n bölünsün n kvadratı üstə gəlinsin 5n kvadratı bölünsün n kvadratı. Həmçinin məxrəcdə n-in kvadratı böl n kvadratı topla 3n bölünsün n kvadratı plus 1 böl n kvadrat. Sadələşdirək, bunlar getdilər, burada bir dənə qaldı. Limit n yaxınlaşır sonsuzluğa. 1 bölünsün n kvadratı üstə gəl 2 üstə gəlin 2n üstə gəlinsin 5. 2 bölün üstə gəlinsin 5 bölünsün 1 üstə gəl 3 böl n üstə gəlinsin 1 böl n kvadratı. Sonsuzluğu yerinə qoyduğumuz zaman 1 böl sonsuzluq 0, 2 böl sonsuzluq 0, üstə gəl 5, 5'imiz qaldı yuxarıda. Aşağıda 3 böl sonsuzluq 0, 1 böl sonsuzluğun kvadratı da 0'a gedəcək. O da aşağıda 1 qaldı. 5 böl 1 də bərabərdir 5'ə. Daha sonra məsələn baxın burada 2n kvadratı üstə gəl 5n üstə gəl 1, n kubu üstə gəl 4n üstə gəl 5. Ən yüksək dərəcəyə malik dəyişənin əmsalı nədir? N kubudur. N-in kubunu əmsal burada belə də götürmək olur əslində. Ən yüksək dərəcəyə malik dəyişənlərin əmsallarını da bir-birinə bölməklə tapmaq mümkündür. Məsələn 5 bölünsün 1, 5'ə bərabərdir. Burada ən yüksək dərəcəyə malik dəyişənin əmsalı n kubudur. N-in kubunun əmsalı aşağıda 1'dir, yuxarıda 0. 0 bölünsün 1 də bərabər olacaqdır nəyə? 0-a. Və yaxud da aparıb n kubuna bölsək hər tərəfini yenə eyni qaydada alacağıq cavabı. Aşağıda ən yüksək dərəcəyə malik dəyişənin əmsalı n üstü 4'dür. Hər tərəfi n üstü 4'ə böləndə yuxarıda n üstü 4'ün əmsalı 1'dir. Aşağıda n üstü 4'ün əmsalı 0'dır. 1 böl 0 isə bizə limitdə nəyi verir? Sonsuzluğu verir uşaqlar. Limit n yaxınlaşır sonsuzluğa. Deməli, n üstü 4'ün əmsalını 1, n kvadratının əmsalı burada aşağıda n üstü 4 olmadığına görə əmsalını 0 götürürük. Ona görə 1 böl 0 formasında olur. O da bizə verir nəyi? Sonsuzluğu. Üçüncü halımız sonsuzluq çıxılsın sonsuzluq halıdır. Sonsuzluq çıx sonsuzluq halında isə nə edəcəyik? Ya o ifadəni kəsir formasındadırsa sadələşdirəcəyik. Daha sonra aparıb yerinə qoyacağıq. Əgər bu formadadırsa, birinci nümunədəki kimi köklə verilibsə, onun qoşmasına vurub böləcəyik. Deməli, bu misalın qoşması olacaq kök altında 4n-in kvadratı üstə gəl n üstə gəl 2n bölünsün kök altında 4n-in kvadratı üstə gəl n çıxılsın 2n üstə gəl 2n. Yuxarı a topla b, a çıx b-yə gəldiyinə görə olacaqdır a-nın kvadratı çıx b-nin kvadratı. Yəni
Kök altında 4n'in kvadratı üstə gəl n'in də kökün altdan azad eləsək, 4n kvadratı üstə gəl n çıxılsın. 2n'in kvadratı da verir bizə 4n kvadratı. Məxrəci də olduğu kimi saxlayırıq. 4n'in kvadratı üstə gəl n üstə gəl 2n. Bunlar getdi. Limit n yaxınlaşır sonsuzluğa. N bölünsün. Kök altında 4n kvadratı üstə gəlinsin. N topla 2n. Deməli, bizim sonsuzluq bölünsün sonsuzluq halına gəldik. İkinci halımıza ən yüksək dərəcəyə malik dəyişənlərin əmsallarını götürəcəyik. Ən yüksək dərəcəyə malik dəyişən n'dir. Əmsalı yuxarıda 1, aşağıda isə 1 kök altında 4n'in kvadratı buradan çıxacaqdır. 4n'in kvadratından 2'nin 2, burada da var 2'miz. 2 üstə gəl 2 də bərabərdir 4'ə. Cavab da olacaqdır 4'də 1. Və yaxud da hər tərəfini n'ə bölməklə də misalını həll eləyə bilərdik. İkinci nümunəyə baxaq. Burada əvvəlcə sadələşmə aparacağıq. X aparıb 3'ü yerinə qoyduğumuz zaman 1 böl 0 sonsuzluq, 27 böl 0 sonsuzluq. Sonsuzluq çıx sonsuzluq halıdır. Ortaq məxrəcə gətirək. X kubu çıxılsın 27 ortaq məxrəc olacaq. Açılışı x çıx 3. X'in kvadratı üstə gəl 3x üstə gəlinsin 9'a bərabərdir. Böldüyümüz zaman x çıxılsın 3'ə. İkinci mötərizə qalır. Yəni x'in kvadratı üstə gəl 3x üstə gəl 9 çıxılsın 27. O da sadələşdirsək limit x yaxınlaşır 3'ə. Məxrəci olduğu kimi saxlayıram. Surəti də sadələşdirdiyimiz zaman x'in kvadratı üstə gəl 3x çıxılsın 18. Deməli 3 aparıb yerinə qoysaq uşaqlar 0 böl 0 halı yaranır. Bu bizə məxrəc bizə x'in kubu çıxılsın 27'ni verir. Surəti də olduğu kimi saxlayaq və 0 bölünsün 0 halını verdiyinə görə surətin və məxrəcin ayrı-ayrılıqda törəməsini tapaq. O da olacaqdır. Yuxarıda 2x üstə gəlinsin 3, aşağıda isə 3x'in kvadratı. Aparıb yerinə 3'ü qoysaq 3 vur 2 6 6 3 vur 2 6 6 üstə gəl 3 9 və 3'ün kvadratı 9 9 vur 3 18. İxtisar eləsək 2'də 1. Daha sonra birinci görkəmli limitdən danışaq. Limit n yaxınlaşır 0'a sinus n x yazaq burada. Sinus ax bölünsün x və yaxud da limit x yaxınlaşır 0'a sinus ax bölünsün bx. Limit x yaxınlaşır 0'a sinus x bölünsün ax və yaxud da limit x yaxınlaşır 0'a sinus ax bölünsün sinus bx və s. formasında misallar qarşımıza çıxdığı zaman normalda 0 böl 0 halı ilə uşaqlar biz L'Hopital qaydası ilə də gedib misalı həll eləyə bilərik. Lakin bizə birinci görkəmli limitə görə bu misalların cavabını hazır qaydada verir. Xüsusi hal olaraq a böl b, 1 böl a və yaxud da burada da a bölünsün b. Eynisi tangens üçün də keçərlidir, sinus üçün də keçərlidir. Hər ikisində də eyni qaydanı tətbiq eləyə bilərsiniz. Məsələn, limit x yaxınlaşır 0'a sinus 2'də 1x bölünsün x. Bu misalın cavabını birbaşa 2'də 1 olaraq qeyd eləyə bilərsiniz. Və yaxud da limit x yaxınlaşır 0'a sinus 4x bölünsün sinus 5x'a biz 4 böl 5 şəklində 5'də 4 yaza bilərik. İkinci görkəmli limitdən danışaq. İkinci görkəmli limitə görə uşaqlar bu formalı ifadələr qarşımıza çıxdıqda bizim cavabımız y-nin üstündə 1'ə. Biz bunu necə götürə bilərik? 1 böl x-i x-a vuranda x-lar ixtisar gedir 1 qalır. O formada ona uyğun olaraq götürə bilərsiniz. Və yaxud da ki burada da limit x yaxınlaşır 0'a 1 üstə gəl x üstündə 1 bölünsün x varsa onun da cavabı y-yə bərabərdir. Başqa bir versiyalar da göstərək. Limit x yaxınlaşır sonsuzluğa 1 üstə gəlinsin 1 böl x burada da olsun ax o da olacaqdı y üstündə a'ya və yaxud da limit x yaxınlaşır sonsuzluğa 1 çıxılsın 1 böl x
burada olsun a bölünsün bx y üstündə. Bunlar bir-birinə vursaq qalacaq mənfi a bölünsün b. Yəni müsbətdirsə müsbətlə, mənfidirsə mənfidirlə. Bunları bir-birinə vururuq və x-lar getdiyi zaman a bölü b qalır. Bu formada hamısını yaza bilərsiniz. Həmçinin burada da limit x yaxınlaşır sıfıra. 1 üstə gəlinsin x üstündə a bölünsün x olsa y üstündə a-ya. Limit x yaxınlaşır sıfıra. 1 çıxılsın x üstündə a b bölünsün x olsa bu bərabər olacaq y üstündə mənfi ab-yə və s. Gəlin bir neçə nümunə göstərək. Məsələn, limit x yaxınlaşır sonsuzluğa 1 üstə gəl 14 böl x üstündə x verilib. Bu bərabər olacaqdır y üstündə 14 bölünsün x vur x, yəni y üstü 14-ə. Bu misalımızı əvvəlcə birinci görkəmli limitin formasına gətirmək lazımdır. Yəni 1 üstə gəlinsin formasına. Onu gətirək əvvəlcə o formaya. 2x üstə gəl 3'ü parçalayıb 2x üstə gəl 1 üstə gəl 2 şəklində yazıram. Bölünsün 2x topla 1. Daha sonra surətin hər bir həddini, yəni 2x topla 1'i ayrı və 2'ni ayrı-ayrılıqda 2x topla 1'ə bölürük. Limit x yaxınlaşır sonsuzluğa. Bunu buna böldüyümüz zaman 1 bölünsün 2 bölünsün 2 bölünsün 2x topla 1 və qüvvətdə x. Bu da verəcək bizə y üstündə 2 vur x bölünsün 2x topla 1. Sonsuzluğu aparıb yerinə qoyduğumuz zaman sonsuzluq böl sonsuzluq halı yaranır və ən yüksək dərəcəyə malik dəyişənlərin əmsallarını götürürük. Hər ikisinin əmsalı 2 olduğuna görə 2 üstü 2 böl 2 o da eləyəcək 1. Yəni y üstü 1. Daha sonra burada baxaq y üstündə t vurulsun 9 üstə gəl 2t bölünsün t-yə. T'lər ixtisar olundu qaldı. Y üstündə 9 burada sıfıra yaxınlaşıb yəqin ki 9 üstə gəlinsin 2 y üstündə 9 üstə gəlinsin 2t'yə. T'nin yerinə 0 qoyduğumuz zaman olacaqdır 2 vur 0 0 9 üstə gəl 0 da 9 cavabda olacaqdır y üstü 9. Limit mövzumuz